Rəhman və Rəhim olan Allahın adıyla. Bəqərə surəsi 31-ci ayə. Əuzu billah, bismillah. Və bağlayıcı və deməkdir. Alləmə öyrətdi. Ədəmə Adəmə. Əl-əsməə yəni isimləri, adları. Kulləhə kullə yəni hər, hamısı, bütün. Hə onun və Adəmə onun hamısının isimlərini öyrətdi. Və alləmə Ədəməl əsməə kulləhə. Thumma sonra arada göstərdi hum onları alə üzərinə əl-mələikəti yəni mələklərin üzərinə. Sonra onları mələklərin üzərinə göstərdi. Yaxud da ki, sonra onları mələklərə göstərdi. Fəqalə, fə elə isə qalə dedi. Ənbiuni yəni mənə bildirin. Sonluqda gələn yə hərfi məni bildirir. Mənə bildirin. Bi əsməi yəni adlarını, isimlərini. Bi burada ni kimi tərcümə olunur. Adlarını, isimlərini cəm haldadır. Həuləi yəni bunların. İn əgər kuntum oldunuz idiniz. Sadiqin yəni doğru danışan. Doğru danışanlar, düz danışanlar. Yəni burada kuntum sadiqin doğrusunuzsa, düz danışırsınızsa belə də demək olar. Yaxud da ki əgər in kuntum sadiqin yəni əgər düz danışansınızsa, əgər düz danışan oldunuzsa bu formada da tərcümə edə bilərik. Ümumi tərcümə də budur ki, və Adəmə onun hamısının adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək, əgər doğrusunuzsa, düz danışırsınızsa, bunların adlarını mənə bildirin dedi. Bildirişlər. Birinci odur ki, həqiqi müəllim Allahdır. Qələm, bəyan, müəllim və kitab təlim vasitələridir. 2. İnsan öz elmi ilə mələklərdən üstündür. 3. İnsan bütün elmləri əks etmək üçün istedad və ləyaqətə malikdir. 4. Mələklərin ibadəti, Adəmin isə elmi daha çox idi. Xilafət məqamı ibadətdən çox elmlə bağlıdır. 5. Başqalarını məlumatlandırmaq üçün ən yaxşı yol imtahan keçirilməsi və fərdlərin ləyaqətlərinin nümayişə qoyulmasıdır. 6. Mələklər Allahın xəlifəliyi məqamına özlərini daha layiq sayırdılar. Mələklər Allahın xəlifəliyi məqamına özlərini daha layiq sayırdılar. Biz çalışmalıyıq ki, hər daim Allahın yolunda olaq və bu ayədə buyurulduğu kimi, hətta mələklər belə, təbii ki, Allah izin verməsə danışmazdı, amma Allah izin verdi ki, mələklər sual ərz etdilər, amma mələklər belə
fikir bildirirlər ki, istəmirdilər bundan əvvəlki ayədə ki, qan tökəcək, fəsad törədəcək kəs mi yaradırsan ki, 31-ci ayədə də bunu bizə daha doğrusu 30-cu ayədə daha da davamı var idi ki, mən bildiyimi siz bilmirsiniz, mən daha yaxşı bilirəm. Ondan sonra da bu ayədə də bəlli oldu ki, biz nə bildik? Yəni mələklər insandan çox bilmir. Mələklərə Allah öyrətdiyi qədər bilir. Yəni Adəm övladı, biz həmişə bunu bilirdik ki, əgər istəsə ki, zaten mələklərdən də üstündür. Amma əfsuslar olsun ki, əməlləri elə olur ki, heyvandan da aşağı ola bilər. Allah inşallah bizi elə bir əxlaqda etsin ki, elə gözəl xaliq edib biz ona layiqli bir bəndə olaq və sübut edək ki, biz həqiqətən mələklərdən də üstünük. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.